Ya bu şəkil baxın. Məsələn, tutaq ki, orada profil və anfasdan şəkil çəkir, görürük ya bu yağlı, gözü qaralıb, qaşı örtülüb, ya sifəti şişib, bu görünür axı. Yəni bu vəziyyətdə idi siz? Təbii də bu yəni aramsız bir saat ərzində döyülmüş adam, yerə uzularaq, ağzı üstə, əlləri də arxadan qandallanmış adam, bir neçə nəfər təpikləyər belə azğıncasına, əlbəttə ki, onlar düzdür, onlar hiss olunur ki, professionaldır. Yəni, onlara təlimat verirlər ki, çalışın, iz qalmasın, ləhkə qalmasın və sifətinə vurmayın. Məsələn, adamın qolunu qanırsan, izi qalmaya bilər, amma dəhşətli ağrı verə bilər. Amma nə qədər ehtiyatlı tərpənirsən, onlar da o qədər həvəsli şəkildə sanki, məsələn, kimə qarşı mübarizə aparırlar, coşa gəlirlər, bir də nəzarət edirlər, lazım olmayan yerlərə də zərbə vururlar və onların da izi qalır. O doğrudur ki, oğlunuzla sizi hədələyiblər həbsxanada? Olmayan şey demərəm. Nə deyiblər sizə, konkret olaraq tələbləri nə idi? Ki, bəs elə işgəncə də ona görə verilirdi ki, yəni mən onlar dediyini eləsəydim, işgəncə olmazdı. Mən əl çəkməliyəm, daha bu insanları mitingə çağırmamalıyam, hakimiyyət əleyhinə təbliğat aparmamalıyam, başımı sağlıq işimlə məşğul olmalıyam, siyasətə qarışmamalıyam. Mən dedim ki, mən bunu eləyə bilməyəcəm. Nə qədər böyük dedim.